Salam Azərbaycan xalqı, hamınızı salamlayıram. Mənim bu çıxışım bir neçə saat bundan qabağa Səyyad Aran deyilən bir millət vəkili çıxışına münasibət bildirirəm. Bir izləyək bunu. Ay Ruhiyyə xanım, mən günahkaram ki, kimsə 300, 400, 500 manat maaş alır, mən tutaq ki, filan qədər. Zəhmət çəkib oxuyaydın, ali təhsil alaydın, fərqlənəydin, işlədiyin idarədə, müəssisədə yeni ideyalarla çıxış eləydin. Buradan Səyyad müəllimə üzümü tutub deyirəm. Səyyad müəllim, mən 97-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm və ali təhsilli, bax bu Yeni Azərbaycan Partiyamın vəsiqəsidir. Bu mənim ali təhsilli olmağım haqqında diplomdur, bax göstərirəm buradan. Baxa bilərsiniz. İqtisadiyyatın hüquqi tənzimləməsi, inzibati idarə etməni qurtarmışam. Ali təhsilli və xidmətimdəki özüm Qarabağ müharibəsinin qazisiyəm. Hal-hazırda protez üstə gəzirəm. 3-cü qrup həlləm. Bax, bu da mənim vəsiqəm. Özüm 70 saylı Cəlilabad şəhər dairəsindən deputatlığa namizəd olmuşam. Və 10 il Cəlilabad rayon Ağdaş Bələdiyyəsinin sədri işləmişəm. 11 kəndə bələdiyyə rəhbəri eləmişəm. Siz oradan deyirsiniz ki, ali təhsil alardınız, gedib sizə işləyərdiniz. Və işlədiyiniz idarədə bir hörmət qazanardınız, xidmətiniz yaxşı olardı. Mən bunları göstərdiyim faktlar ona görədir ki, Səyyad müəllim, mən ali təhsilli ola-ola, bir qazi olaraq Yeni Azərbaycan Partiyasının 29 ildir üzvüyəm. İdarə etmədə 10 il təcrübəm var. Və Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bugünə qədər məni işsiz qoyubdur. Dəfələrlə müraciət eləmişəm. Həm şifahi, həm yazılı və sosial şəbəkələrdən yuxarı instansiyalara müraciət eləmişəm. Amma bugünə qədər mənə işlə təmin olmamışam. Ali təhsil deyirsiniz, oxumuşam. Ali təhsil, bax dediyim kimi, diplomum. Bax diplomum mənim. Partiya seçimi deyirsiniz, Ulu Öndərin davamçısı olan Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətini dəstəkləyib Yeni Azərbaycan Partiyasının üzvüyəm, partiya üzvüyəm. Xidmət deyirsiniz ki, gedib xidmət eləmişəm Qarabağda, bir canımı qoymuşam qıçımı, indi hal-hazırda protez üstə gəzirəm. Və idarə etməni də deyirsiniz, iş təcrübəmi deyirsiniz, 10 il bələdiyyə sədri işləmişəm. Heç bir qüsurum, xidmətim olmayıbdır. Məni 1 il 8 ay Rafiq Cəlilov yoxlama, prokurorluqda yoxlama apatdırdı. Heç bir nöqtə vergül də tapanmadı ki, mənə sübut eləsin. Yəni, demək istəyirəm ki, heç bir saxtakarlıqda iş görməmişəm. Təmiz kadram mən. Amma bu günləri Səyyad müəllim, siz dediyiniz kimi deyil. Bu günləri Cəlilabadda hər kəs bilir ki, Rafiq Cəlilov öz başına trolları, yaltaqları, yalaqları yığıb Cəlilabadı idarə eləyir. Nə xidmət, dövlətə xidmət eləyən, nə ali təhsilli olan, nə cənab prezidentin rəhbərlik elədiyi bir partiya sıralarında çalışdığımızsız, yəni ki, məni şəxsən tanıyırıq bir-birimizi Səyyad müəllim. Partiya üzvü olaraq, Yeni Azərbaycan Partiyası olaraq heç bir nəzərə alınmır. Ancaq nəzərə o alınır ki, yalaq, yaltaq, üzə duran olasan, sənə də bir iş verirlər, vəzifə verirlər, dövlətdən 500 manat, 600 manat maaş alasan. Mən buradan üzümü tutub sizə deyirəm, Səyyad müəllim, əgər siz həqiqətən də ali təhsilli kadr, dövlətə xidmət eləyən, dövlətin başında duran, rəhbərlik eləyən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik edən Yeni Azərbaycan Partiyasına dəstəkləyən və üzvü olan kadr, ali təhsilli axtarırsınız, bax mən. Sizdən xahiş edirəm, Milli Məclisdə səsləndirin. Səsləndirin ki, bu günləri Cəlilabadda, bəli, ali təhsilli qazi bu günləri işsizdir. Mənə iş verməyə cəhənnəm, mənim əlimdə olan xalq tərəfindən seçilmiş bələdiyyə sədrliyini də əlimdən aldı, satdı başqasına. Bu günləri
dediyiniz o müsabiqəyə mən fikir bildirirəm. Və buradan Cənab Ali Başkomandan Prezident İlham Əliyev səslənirəm. Cənab Prezident, mən də ali təhsil almışam, diplomum var. 29 ildir sizin rəhbərlik elədiyiniz Yeni Azərbaycan Partiyasının üzvüyəm və sizin daxili xarici siyasəti dəstəkləyirəm. Vətənə, dövlətə xidmət eləmişəm, canımdan keçmişəm. Azərbaycanın müstəqilliyini əldə etməsində böyük xidmətlərim olub. Yeni Azərbaycan Partiyasının dəfələrlə mükafatlandırmışam. Amma hal-hazırda bax bu da mənim fəxri fərmanım. Cəlilabad rayonunda Yeni Azərbaycan Partiyasının mənə verdiyi fəxri fərmandır. Bütün mənim imtiyazlarım var. Bax bu da mənim bütün imtiyazlarım var. Amma bizə iş yoxdur. Mənə iş yoxdur. Qazilərə iş yoxdur. Ancaq qazilər gedib Kamukozda, JEK-də, bir də məktəblərdə texniki işçilər, xəstəxanada texniki işçilər işləyə bilərlər. Bizim kimi Cəlilabadda uzaq 5 dənə, 3 dənə ali təhsilli kadr var. Mənim də idarə etmə təcrübəm var. Amma bu günə qədər Rafiq Cəlilov tərəfindən Cəlilabadda mənə iş verilmir. Mən sizdən Cənab Prezident xahiş edirəm ki, mənə köməklik edəsiniz. Bu dəmir yumruğu Rafiq Cəlilovun başının üstə qaldırıb bir göstəriş verəsiniz ki, qazilərə necə, nə tərcih, xidmət eləmək lazımdır, ona bildirəsiniz. Səyyad müəllim, sizdən də bir partiya üzvü olaraq, biz partiyanın sıralarında çalışdığımız Yeni Azərbaycan Partiyanın üzvü olaraq sizdən də mən bir müraciət edirəm, xahiş edirəm ki, yəni siz məni şəxsən tanıyırsınız, dəfələrlə sizinlə görüşmüşəm mən. 97-98-ci ildə, elə onda Azərbaycanda konsulluğa getməmişdiniz. Dəfələrlə müraciətlərim olmuşdur. Əlin Ağayev Yeni Azərbaycan Partiyasının icra katibi olan vaxtlardan danışıram mən. Yəni şəxsən mən sizi tanıyıram, ola bilsin yadınızdan çıxmayıb bilmirəm. Mən Cəlilabaddan Qazi İsmailov Asəfəm. Sizdən də xahiş edirəm, Milli Məclisdə səsləndirəsiniz. Oradan Cənab Prezidentə mənim adımdan müraciət edəsiniz. Cəlilabadda belə bir qazi var. Ali təhsilli, Yeni Azərbaycan Partiyasının üzvü, 10 il idarəçiliyi bacaran və Azərbaycan Respublikasının ərazi bütövlüyünün suverenliyi uğrunda canından keçmiş İsmailov Asəf Pənahoğlunu bu günləri Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov işsiz qoyubdur. Bu günləri Cəlilabad rayon İcra Hakimiyyətinin 2 dənə müavinliyi boşdur. Niyə vermir ki, mənə işləyəm? İş demirsən, iş var da. Cəlilabad rayon İcra Hakimiyyətinin də 2 müavinliyi boşdur bu günləri. Memarlıq şöbəsi boşdur. Versinlər qarda iş də var. Amma vermir axı. Mən Cənab Prezident sizə müraciət edirəm ki, göstəriş verəsiniz Rafiq Cəlilova. İşlərin yerini də deyirəm, vəzifələrin, ştatların yerini deyirəm. Cəlilabad rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə və sosial iqtisadiyyat məsələləri üzrə müavinlik boşdur və rayon memarlıq şöbəsinin müdiri boşdur. Versin işləyim demə. Ali təhsilli dediyim kimi, ali təhsilli diplomum, inzibati idarə etməni qurtarmışam. Və budur. 10 il bələdiyyə sədri işləmişəm. Cəlilabad rayon Ağdaş bələdiyyəsi sədri işləmişəm. Onun bir dənə qüsurum olmayıb, bir dənə cinayətim olmayıbdı. Yeni Azərbaycan Partiyasının üzvüyəm. 97-ci ildən 29 ildir. Və Azərbaycan Respublikasında ərazi bütövlüyündə canımı qoymuşam. Bu da mənim veteranlıq vəsiqəm. Mən başqa şey istəmirəm ki. Demirəm ki, kimsə çıxar gətir mənə verginə. Bu günləri Cəlilabad rayon İcra Hakimiyyətində müavinlik, 2 müavinlik, bir də memarlıq şöbəsi boşdur. Oturaq işləyim, mən də qaziyəm, bir ayağımda protez üstəyim. Oturub işləyəcəm mən orada. Mən sizdən xahiş edirəm ki, Rafiq Cəlilova göstəriş və tapşırıq verəsiniz. Köməkçilərinizə tapşırəsiniz. Ərazi idarə etmə şöbəsinin çox hörmətli Zeynal Nağdaliyevə tapşırəsiniz ki, mənlə maraqlanıb və Cəlilabad rayon İcra Hakimiyyətində dediyim o şöbələr ki var, müavinlik ştatları var, versin mənə, mən işləyim də. Mən bugün gedib fəaliyyət ali təhsilli gedib Kamukozda fəaliyyət işləyən deyirəm ki, məktəbdə texniki işçi işləyən deyirəm ki. Mənim müraciətim Səyyad müəllim sizə xahiş edirəm ki, bunu Prezident Cənab Ali Başkomandana çatdırasınız və bunu da dostlarımdan, qazi qardaşlarıma, şəhidlərin övladlarından, şəhid valideynlərindən xahiş edirəm ki, bu kimin qarşısına çıxsa paylaşsın, bəyəni paylaşsın və Cənab Prezidentin qarşısına çıxsın, reaksiya verilsin. Çox sağ olun. Cəlilabad rayonundan Qazi İsmailov Asəf Pənahoğlu.